Məsələn, Salman Farsi Peyğəmbərimizin tanınmış sahabələrindən biri. Nəql olunur ki, onu Mədainə, yəni Peyğəmbərin vəfatından sonra xəlifələrin dövründə Mədainə vali təyin etdilər. O gəldi İmam Əli əleyhissalamın yanına və ona məsləhət istədi ki, mən gedim bura yoxsa getməyim. Həmin əsnada da İmam Əli əleyhissalam quyu qazırdı. Gəldi Həzrət Əliyə bir maraqlı bir ifadə ilə, təşbihlə məsələni obrazı şəkildə göstərdi ki, sən bir qəssalsan, yəni bizdə meyit yuyan kimi deyilir də qəssal. Mən isə ölüyəm. Yəni sən məni hansı istiqamətə çevirsən, mən o istiqamətdə də qalacağam. Deyəcəksən gedəcəm, deyəcəksən qalacağam, hər nə etsən edəcəm. İmam Əli əleyhissalam baxdı, ona təbəssüm etdi ki, get. Heç bir manəsi yoxdur. Niyə görə get? Nə üçün bəzi adamlar belə bir şəraitdə özlərini itirirlər? Mədainin valisi indiki dildə Mədainin icra başçısı deməkdir. Salman Farsinin də elə də bir daha öncədən bu barədə təcrübəsi də yoxdur. Yəni o mənəvi baxımdan o qədər özünü inkişaf elətdirib ki, o qədər böyüdüb ki, sanki o dünya malı onun içərisinə düşsə, sonu bilinməyən bir quyunun içərisinə həmin dünya malı düşəcək, danq edib ses çıxardacaq. Çünki o böyüdü. Onu hansı dünya pulları öz hədəf məqsədindən uzaqlaşdıra bilər. Elə də oldu. Getdi Mədainə, başladı insanları Allahın dininə dəvət eləməyə, Quranı təbliğ eləməyə, Allahı təbliğ eləməyə. Hətta onun öz evi yox idi. Yəni daxilən görün necə böyüyüb. Hədəflər başqadır. Böyüyüb. Axırda insanlar onu məcbur elədilər ki, belə olmaz evmisən. Valisən, icra başçısan, səkidə oturmusan. Yəni bir Həsir, bir Məmməd Nəsir. Belə olmaz axı. Yəni məcburən ona bir ev tikdilər, bir ki, sənin bir yerin yurdun olmalıdır da gəlmirsən bura. Baxın, yəni Marksın nəzəriyyəsini İmam Əli əleyhissalamın həyatı tamamilə məhv edir. Nə baxımından? Çünki İmam Əli əleyhissalam xəlifə olmamışdan qabaqda, xəlifə olduqdan sonra da eyni adam idi. Öz evində də, dövlət orqanında da, xəlifənin iqamətgahında da eyni adam idi. Bax, bunu İslam bizə öyrədir. İslamın bizə verdiyi kamillik yolu Allah mərkəzlidir. Hər şeyin başında Allahı qoyur. Digər məktəblər insanı qoyur. Ekzistensial bir hədəf verir mənə. Hər şeyin başında insandır. Mən. Deyir, mən xoşbəxt olmaq istəyirəm. Bir nəfər gəldi, bir müdrik insanın qarşısına dedi, mən xoşbəxt olmaq istəyirəm. Həmin müdrik kəs dedi ki, birincisi mən sözünü yığışdır. Çünki egodur. İstəyirəm də yığışdır. Çünki arzudur, təmənnadır. İndi əlində nə qaldı? Xoşbəxtlik. Yəni bəzən biz xoşbəxt olmağımız üçün bizə ego mane olur, mən istəyirəm mane olur, uzun uzadı arzular